Hər yeni doğulmuş, hər bir klinikada doğularsa mütləq müəyyən müayinələrdən keçməlidir. Bizim Vital klinikada bir dəb olaraq bütün uşaqlarda neyrosonografiya müayinəsi olur. Qeyd eləmək lazımdır ki, uşaqda müəyyən bir dövrdən sonra böyük əmgək bağlanır və neyrosonografiya müayinəsi aparmaq mümkün olmur. Kəllə daxili qansızma ola bilər. Ondan başqa beyin daxili təzyiqin artması ola bilər, beyin ödemi və yaxud da şişkinlik əmələ gələ bilər. Ona görə də hər bir ana öz uşağı ilə doğum evindən çıxarkən onun əlində tam müayinədən keçirilmiş bir nəticələr olmalıdır ki, ana əmin olsun ki, onun uşağında bir problem yoxdur. Hər yeni doğmuşa doğularkən auskultativ olaraq həkim tərəfindən müayinə aparılır və bu zaman ürəkdə olan küylər aşkarlanır. Lakin elə bir patoloji vəziyyətlər də var ki, hansında ki, auskultativ olaraq heç bir patoloji vəziyyət aşkarlanmır və bu məqamda çox vacibdir ki, uşağa exokardioqrafiya müayinəsi aparılsın. Məhz exokardioqrafiya müayinəsi aparılan zaman uşaqda hansısa bir patoloji vəziyyətlər, hansısa bir ürək qüsurları aşkarlanır və o zaman ananı lazımi səmtdə biz yönəldirik ki, bu yeni doğmuşda onun körpəsinin hansısa bir problem var.